Azərbaycanın nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, diplomatik nümayəndəliklərin də sayı artır. Buna görə bu sahəyə vəsait ayrılması da vacibdir. Bunu Maliyyə naziri Sahil Babayev Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya, əmək və sosial siyasət, səhiyyə, beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr komitələrinin birgə iclasında büdcə müzakirəsi vaxtı bildirib. Nazir, deputatlar tərəfindən səsləndirilən diplomatların maaşının artırılması təkliflərini cavabsız qoymayıb. Diplomatların əmək haqqının artırılması təklifinə gəlincə, bu, ötən il artıb. Onların əmək haqqı BMT-nin müəyyən etdiyi mexanizm əsasında həyata keçirilir. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan tibbi sığorta haqqında qanuna təklif olunan dəyişikliyə əsasən qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunan məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər. Onlar tərəfindən sığorta haqqının ödəmə öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ayda daxil olmaqla ilin sonunadək növbəki ayların sayına vurulmaqla hesablanacaq. Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10% həcmində əlavə sığorta haqqı ödəyəcəklər.